Bunu görmüştüm, düşünmüştüm, indi qarşıma çıxdı. Sizdə də belə olurmu son zamanlar? Nəysə ağlınızdan keçirirsiniz və ya kimsə onu sizə alır, yaxud həmin hadisə ilə həyatda və ya telefonda rastlaşırsınız. Qoşa rəqəmləri telefonda, saatda, maşın nömrələrində tez-tez görənlərin sayı da artıb, bəziləri bunun beynimizin sosial şəbəkələrlə sinxronlaşması ilə bağlı olduğuna inanır. Əslində isə Allah kainatın sistemində bizi oyandırmaq üçün çoxlu təsadüflər və hadisələr göndərir. Oyandırmaq, yatmışıq ki, bəli, insanların çoxu yuxu halındadır. Gözləri açıq olsa da bəsirətləri mürgüləyir. Yatmış insan rejimi, bu nədir? Belə insan daim narazıdır, şikayət halındadır. Onun üçün hər kəs günahkardır. Hökumət, dövlət, millət, işdə müdür, evdə valideyn, qohum, övlad, həyat yoldaşı. Daim pis hadisələrin məhz onun başına gəldiyini düşünür. Heç bir işi sona çatdıra bilmir, yuxudan doymur, işlər yolunda getmir. Pul və ya dövlət olsa da ruhu narahat və təlaş içindədir. Bu, yatmış insan halıdır. Bəs sən necə oyanış halındasan, yoxsa hələ də yatırsan? Xoşbəxtliyin sirri varmı? Düşünürəm ki, var, fərqindəlik, oyanış halı. Bu təkcə bir söz deyil, bu bir haldır. İlahi harmoniya ilə, kainatla və yaradanla vəhdət halına gəlir. Baş verən hər bir hadisəni doğru qiymətləndirmək, hər halında xoşbəxt olmaq, fərqindəlik budur. Bu haqda çox danışmaq olar, amma yatmış insan bu sözləri fərqli anlayacaq. Qısası, bu dünyada ilahi ləzzəti, ilahi meyid admaqdır oyanış halı. Füzulinin dediyi kimi, Eylə sərməstəm ki, idrak etməm bu dünyanı, mən kiməm, saqi nədir, meyil bilmərəm peymanı. Fərqindəlik halına çatmaq, ilahini hər bir hadisədə hiss etmək, təsadüflərin olmadığını dərk etməkdir. Bunun üçün ən sadə və təsirli yollardan biri, hər gün 7-10 km yürüyüş etməkdir. Elə həmin gündən ruhunun saflaşdığını hiss edəcəksən. Çünki sağlam bədəndə sağlam ruh olar. Saflaşan ruh hava balonu kimi yüngülləşir və yaradılışına, yuxarıya doğru yüksəlir. Bu zaman sənin frekansın yüksəlir, özünü xoşbəxt, aktiv və uğurlu hiss etməyə başlayırsan. Çünki sən artıq axına qarşı getmirsən, həyatla bir ritmdə nəfəs alırsan. Bu hal, insanın öz mahiyyətinə qayıdışı, Allahla yenidən bağ qurması deməkdir. Qar dənəciyinin hər biri ayrılıqda bir möcüzədir, heç biri digərinə bənzəmir. Allah onların hər birinə öz naxışını, öz nəfəsini verib. Biz onların gözəlliyini yalnız göydən yerə enərkən görürük, sükutla, zərifliklə, işıq içində. İnsanın ruhu da qar dənəciyi kimidir, onun gözəlliyi yerdən göyə qalxanda görünür. Hər bir insan bu dünyaya fərqliliyi ilə gözəllik gətirmək üçün göndərilib. Heyif ki, çoxumuz enməyi bacarırıq, amma qalxmağı unuduruq. Amma tələsmə. Ruh yüksəldikcə onunla birlikdə nəfs də yerdən ayrılır. Ruh yüksəlmək istəyir, nəfs isə ayağındakı zəncirdir, səni yer cazibəsi ilə geri dartır. Elə həmin gün hiss edəcəksən ki, hissləndiyin anlarda fərqindəliyin artır. Hadisələrin, insanların davranışlarının sənə görə dəyişdiyini müşahidə edəcəksən. Nəfsinin çəkisini o gün anlaya bilərsən, səni hissləndirən hadisələrin dərəcəsi ilə. Nə qədər tez hisslənirsənsə və hisslərini idarə edə bilmirsənsə, deməli, səni idarə edən nəfsin o qədər ağırdır. Zamanla nəfsini arındırdıqca səni sarsıtmaq, hissləndirmək və yerindən oynatmaq çətinləşəcək. Bu necə işləyir? Qazlı su şüşəsini təsəvvür et, əgər onu uzun müddət hərəkətsiz saxlasan, qapağını açanda qazı az hiss edərsən. Amma şüşəni bərk çalxalasan, içindəki enerji dərhal üzə çıxar. Həmçinin insan da o hərəkətsiz olanda öz enerjisini hiss etmir. Amma özünü biraz silkələyən kimi içindəki həyat qaynamağa başlayır. Oyanış, bununla, yəni dərk etməklə başlayır. Sən bədən deyilsən, sən işığa can atan bir ruhsan. Şuurluluğa çatmaq, hər şeydə Allahı görmək deməkdir. Başa düşməkdir ki, təsadüflər yoxdur. Əgər gəzmək fiziki cəhətdən mümkün deyilsə, ən kiçik işdən başlamaqdan çəkinmə. Evdə idman et, evin təmizliyinə fikir ver. Kitab oxu, dua və zikr et. Lakin unutma, nə edirsənsə müəyyən saatlarda və davamlı bir intizamla et. Disiplinli ol.